Sənaye dördüncü sənaye inqilabıdır. Süni intellektin inkişafı. Sənaye 4-dən sonra isə gəlir bizdə sənaye 5 inkişafı. Beşinci sənaye inqilabı nədir? İnsan ilə texnologiyanın birləşmiş inkişafı deməkdir. Yəni biz əvvəlcə nə edirik? Süni intellekti yaradırıq. İkincisi isə daha sonrası sənaye 5-də isə başlayırıq süni intellektlə insan olaraq işləməyə, birlikdə işləməyə. Təbii ki də süni intellektdə empatiya, sosial emosional bacarıqlar olmasa da, yaradıcı dizaynı biz onlara yükləsək də, biz onlara başa salsaq da, hər halükarda düzgün istifadə eləyən üçün texnologiya bizə ciddi şəkildə dəstək olmuş olur. Mən təşəkkür edirəm, uğurlar arzu edirəm. Davam edirik. Ənənəvi təhsil sistemi kompetensiya əsaslı təhsildir. Bilənlər bilir, bilməyənlər üçün biraz açacağım bu mövzunu. Öyrənmənin mərkəzində şagirdin bacarığı dayanır. İndi təbii ki də bu son dönəmlərdə həqiqətən də müəllimlərimiz şagirdlərin bacarığı ilə mi maraqlanır, şagirdlərin onların yanına hazırlığa gəlməsi ilə mi maraqlanır, o ayrı bir məsələ. Amma ən başlanğıcında bir necə deyim, nəzəri bilgi olaraq əsas ənənəvi təhsildə şagirdlərin nəyi, nə cür bacardığını biz öyrənməyə çalışırıq, şagirdləri tanımağa çalışırıq. Mən də bir pedaqoq olaraq, bir təhsil mütəxəssisi olaraq sizə bunu qeyd edirəm. Sürətli ətrafımda tələbələr var, şagirdlər var, eyni zamanda da müəllimlər var. Hər iki tərəfi də analiz edirəm. Qiymətləndirmə testləri var. Təşəkkür eləyirəm. Şagirdlər öz tempində irəliləyirmi? Şagirdlərin yaşadığı problemlər varmı? Misal üçün, dəyişən şagird profilləri var son dönəmlərdə qlobal inkişafla bağlı. Hansıdır? Z dövrü şagirdlər, alfa nəsli şagirdlər internetə bağlı, süni intellektə bağlı, özü heç bir şey etmədən informasiya axınına məruz qalıb böyüyən nəsillərdir. Z və alfa nəsilləri çox təəssüflər olsun ki, 7-8 dəqiqədən sonra diqqətlərini itirməyə başlayırlar. Çox təəssüflər olsun ki, bəzən mən bunu deyəndə şagirdlər deyirlər ki, telefonun nə əlaqəsi var? Əzizlərim, çox əlaqəsi var. Çünki telefonun işığı, telefonun verdiyi şüa bizim beynimizə işləyir və bizim beynimizdə bizi yaşadan, görməyimizə, düşünməyimizə dəstək olan neyronlarımızın ölməsinə səbəb olur. Neyronları biz dildə danışa bilərik, görməniz üçün laboratoriyaya getməyimiz lazımdır. Ancaq çox təəssüflər olsun ki, bu alfa və Z nəsli neyron itkisinə məruz qalır. Ona görə də sürətli bir şəkildə informasiya axınına məruz qalıb və onu saxlaya bilmirlər, itirirlər. Ona görə də onların yaddaşında çox az məlumatlar qalır ki, bu telefondan başını qaldıranda, nə oldu? Hə? Niyə? Çox təəssüflər olsun ki, burada valideynlərin və müəllimlərin də böyük rolu var. Müəllimlər valideynlər deyirlər, valideynlər müəllimlər deyir, amma hər halükarda burada bir üçbucaq var da, valideyn, şagird, müəllim üçbucağı. Hər üçbucaq birbiri ilə bağlantılı olduğuna görə hər üç tərəfdən də zərərə uğramış olanlar var. Valideyn də zərərə uğrayır özünə görə, uşaq da, şagird də və müəllim də özünə görə zərərə uğramış olur. Daha sonra digital native yanaşması nədir? Bu şagirdlər üçün texnologiya əlavə alət deyil, həyatın bir hissəsidir. Biz elə indi bu dəqiqə o dövrü yaşayırıq. Video modullar, oyunlaşdırma, müstəqil onlayn öyrənmə sistemləri eynən sizin bu dəqiqə burada olduğunuz kimi 2020-ci ildə Covid-dən sonra da başladığımız və davam etdirib çox təəssüf olsun ki, bitirə bilmədiyimiz bir sistemdir. Bəli, burada biz təlim keçirik, biz burada dəstək olmağa çalışırıq, ancaq ciddi şəkildə problem də yaşayırıq. Şagirdlərimizlə bağlı, müəllimlərimizlə bağlı, özünü inkişaf etdirmək istəyənlərlə bağlı. Çox təəssüflər olsun. Rəqəmsal platformadır da bu. Yəni burada rəqəmsal platform üzərindən biz mütləq bağlayaq. Təşəkkür edirəm. Exo verir, özümə eşitmirəm. Qlobal tədris metodları nədir? Dünyada bugün ən çox məşhur olan təhsil metodlarından Finlandiya modeli təhsil sistemidir. Mən bu modelin təlimini təmin edirəm Azərbaycanda. Modelin təlimini təmin edirəm Azərbaycanda. Finlandiya modelində əsas öyrənmə sistemi iqlim dəyişikliyi misal üçün
dərsi coğrafiyada, fizika, biologiya bu mövzulara daha çox yüklənir. Minimum imtahan, maksimum layihələrə yol verilir. Ev tapşırıqları azaldılır. Finlandiya modelində uşaqların psixoloji vəziyyətinə də daha çox yol verilir. Hobbilərinə, sosial həyatlarına daha çox yol verilir. Daha çox orada uşaqlarda bu yöndə inkişaflarına dəstək olunur. Finlandiya modelində müəllim peşəsinin yüksək nüfuzunu yaşayır. Xüsusi hazırlıqlardan keçir, peşəkar etibar qazanmaq üçün akreditasiyalardan keçir, imtahanlardır filandır beşməkdir, amma orada imtahanlar test şəklində deyil. Canlı bir şəkildə müəllimlər orada məktəb müəllim şagird sisteminə girirlər. Canlı bunu qarşılaşdırırlar və onların imtahanı canlı olduğuna görə daha necə deyim sizə, inkişaf daha da çoxalır. Bizdəki kimi test olmur. Ona görə də test olmayanda canlı dərsləri nümunə şəklində göstərdiklərində onlar onu yaşayırlar. Ona görə effekt çoxalır, azalmır. Amma testi əzbərləyib gəlib imtahandan keçmək çox asandır. Amma gəl ki, sən onu sistemli bir şəkildə 30-40 nəfərə əgər istifadə edə bilmirsənsə sinifdə, bu ciddi bir problemdir. Böyük bir problemdir. Singapur təhsil modeli. Singapur dünyada ən yüksək təhsil sistemi nəticələrinə görə ən yüksək yerləri tutan bir ölkələrdən biridir. Teach less, learn more konsepti var. Az dərs, çox praktika sistemi var burada. Tədqiqat mərkəzli təhsildir. Yəni daha çox tədqiqata gedir. Tutalım, iqtisadiyyatımız nə vəziyyətdədir? Nəyə görə bu vəziyyətdədir? Tutalım, məktəbin inkişafı durubdur. Nəyə görə inkişafı durubdur? Gəlin uşaqlarla bərabər beynimizi sındıraq görək məktəbimizin inkişafını nə cür qaldıra bilərik. Görürsünüz, layihələrlə gedirlər. Yüksək səviyyəli müəllim hazırlıqları var ölkədə. Müəllimlər dövlət tərəfindən mütəmadi təlimlərə məruz qalırlar. İndi orada ödənişli, ödənişsiz təbii ki də hər ölkənin öz qayda qanunu var. Ancaq hər halükarda peşəkar inkişaf gedir orada. Bizdəki kimi testlə sadəcə akreditasiyanı keçdin. Okey, sən ingilis dilindən testi yüksək səviyyədə yaza bilərsən, 60 balla keçə bilərsən. Amma sən ingilis dilindən zamanlamanı uşaqlara öyrədə bilmirsənsə, sənə müəllim demək olar mı? Bu sual işarətidir. Həqiqətən də bax, heç kəs üzülməsin. Bir ingilis dili müəllimi ki, bugün ölkəmizdə çoxdur elələri, zamanı şagirdinə öyrədə bilmir. Bir dəfə deyir, sonra deyir, başa düşdün sən buna. O zaman burada ingilis dili müəllimi deyə bilərikmi? Ha illah eləsin, milyon dənə akreditasiya testindən keçsin. Amma ciddi şəkildə elə özü o dərsləri keçməsinə baxılırsa, əsl akreditasiya odur. Nə cür keçirsin? Nəyə görə bunu belə keçirsən? Ona baxılırsa o zaman inkişaf başlayır. Çünki müəllim gedir öyrənir ki, mən elə keçməliyəm ki, məni orada qəbul etsinlər. Mən elə keçməliyəm ki, uşaq mənim dediyimi başa düşsün. Əgər bunu eləyə bilmirsə, o zaman bu sistem nə işə yarar? Ölkəmizdə bir çox problemlər var bununla bağlı. Estoniya təhsil modeli 100% rəqəmsallaşmış məktəb infrastrukturu var. Bütün məktəblərdə rəqəmsal platformalar var. Elektron gündəliklər var. Kodlama üzərindən gedirlər. Rəqəmsal savadlılıq çoxdur. Birinci sinifdən başlayaraq kodlaşdırma var. Bu arada mən bu kodlaşdırmanı bir arada sevirəm, bir arada sevmirəm. Deyirlər ki, uşaqların matematik, riyazi beyinlərinə dəstək olmuş olur. Bir yerə qədər kömək olur da. Balaca uşaqlara gedib kodlaşdırma öyrətmək özü artıq onların həqiqi inkişaf dövrlərindən təcrid edilməsi deməkdir. Hər şeyin öz zamanı var deyə düşünürəm. Açıq təhsil resursları var. Dərsliklər, sınaq testləri və s. və l. İndi Estoniya sistemi bizimkinə daha yaxındır. Ona görə də dünya sıralamasında aşağılarda bizə yaxın gəlir. Ancaq ilk 3-də saydıqlarım məncə bizim öz sistemimizi dəyişdirməmizə dəstək ola bilər. Misal üçün Kanada təhsil sistemi. Məktəblər multikultural struktura uyğundur. Burada sosial emosional öyrənmə, bacarıq əsaslı qiymətləndirmə var. Bacardı mı bunu? Layihə əsaslı, problem həlli yönümlü əsaslı tərbiyə sistemi var. Psixoloji rifah ilə bağlı sistemlər var ki, uşaqların əsas psixoloji rifahına dəstək olur. Mərkəz bunun üzərindən ilərləyir. Yəni ki, uşağın psixoloji problemi varsa, əvvəlcə onu həll edək. Ondan sonra onun məktəbinə, dərsinə yönləndirək, misal üzərindən gedirlər. Görsən, varmı, yoxmu? Bizim ölkəmizdə də
Ayrılır yaxşı və pis. Həqiqətən də yaxşı işləyən psixoloqlarımız var, həqiqətən də heç istəməyənlər var, həqiqətən də ortada nə işləyən, nə də işləməyən olaraq adını yazdıranlar da var. Çox təəssüflər olsun. Yəni mən bu modelləri sayıram qlobal müəllim üçün çox vacib modellərdir. Ancaq hər ölkənin də öz problemi var. Yəni biz Amerikadan, Kanadadan, nə bilim Finlandiyadan misal gətirsək də, sadəcə onu bilməliyik ki, hər ölkənin öz kültürü, öz mədəniyyəti var və bu mənada da o sistemləri də biz ölkəmizə gətirməyi düşünürsək də ki, əgər bugün bu mənada ciddi şəkildə onları biraz da əyib, yonub heykəlini ölkəmizə uyğun hazırlamalıyıq, sistemimizə uyğun salmalıyıq. Çünki bizim mədəniyyətimiz, bizim milli adət-ənənələrimiz, törələrimiz tam fərqlidir, onlarda isə tam fərqlidir. Amma bu mənada biz bütün xalqlardan ki, mən çox xalqla qarşı-qarşıya gəlmişəm, çox millətli ölkələrdə də olmuşam. Sadəcə bunu deyə bilərəm ki, öyrənmə baxımından hər nə qədər özümüzü gücsüz görsək də, özümüzü hər nə dərəcədə hər kəsdən kiçik zənn etsək də, mən bunu demək istəyirəm ki, əzizlərim, biz digər ölkələrə görə öyrənmə baxımından çox-çox yüksəkdəyik. Hədsiz dərəcədə inkişaf etmiş ölkələr sırasına girməyə layiq ölkəyik. Həm gənclərimiz, həm yetişkinlərimiz bütün hər türlü, bütün hər inkişaf baxımından istədiyimiz yerə gedə bilərik. Təbii, əgər həqiqətən də istəyiriksə. Tədqiqatlar, layihələrin istifadəsi düzgün bir şəkildə, rəqəmsal dərsliklər nə qədər olsa da bu yazmaq və s. və ilaxır nə var orada bürokratiyanın azalması, dərsə fokuslanması güclü şəkildə aparılarsa, o zaman müəllim və tələbələr arasında da bəzi sistemdə dəyişikliklər ola bilər. Amma bunu hamı istəməlidir. Sadəcə müəllim özünə uyğun istəməməlidir. Sadəcə valideyn özünə uyğun istəməməlidir. Sadəcə şagird özünə uyğun istəməməlidir. Hər birimiz, eyni zamanda Təhsil Nazirliyimizdə hər birimiz bir araya gəlməliyik. Yəni bu qarşılıqlı bir şəkildə formalaşmalı olan bir sistemdir. Qlobal müəllimliyə, qloballığa çıxmaq üçün, digər ölkələrin təhsilinə yetişmək üçün ki, bu arada yenə qeyd edirəm, bugün Azərbaycanlılar sayımız öz ölkəmizdə az olmağına rəğmən nə qədər inkişaf etmiş, nə qədər sayı çox olan ölkələrdən çox-çox yüksək məqamlarda olan Azərbaycanlılar var. Çox-çox böyük işlər görmüş Azərbaycanlılar var. Yəni bu mənada təhsil sistemimizi dəyişmək istəyirikmi? Hansı yöndə dəyişməliyik? Nələri qaldırıb, nələri geridə qoymalıyıq? Bunlara diqqət etməliyik. Yəni, başa salmaq istədiyim, Finlandiya modelini eşitdim, gətirim bunu tətbiq eləyim. Zombi modelini eşitdim, gətirim bunu tətbiq eləyim, yoxdur. Nəyi edəcəyiksə, biz bunu hər birimiz düşünüb etməliyik. Sadəcə modeli aldılar, gətirdilər, tətbiq etdilər, yox. Misal üçün, Finlandiya modelini alıb gətirib Azərbaycana qoysalar, mümkün deyil, yürüməyəcək. Yoxdur çünki, yoxdur. Çünki təməli yoxdur. Təməlini necə formalaşdırmalıyıq? Yavaş-yavaş, yavaş-yavaş, xırda-xırda, mini hədəflərlə, mini addımlarla. Bu mənada da bunlara da diqqətli bir şəkildə yanaşmalıyıq, gözdən keçirməliyik. Kanadada tutalım, Kanada modelində dedim ki, emosiya, özünü ifadə, empatiya, əməkdaşlıq, streslə mübarizə bəzi hallarda bizim ölkələrdə bu yüksək səviyyədə olur, bəzi hallarda çox aşağı səviyyədə olur. Görürsünüz ki, aha, burada Kanada modeli var, burada heç ümumiyyətcə nə var, məlum deyil. Bunu gözümüzün önünə gətiririk, özümüz də düşünürük ki, biz nə edə bilərik ki, bunu dəyişdirə bilək. Tənbəllik var, bizim canımızda tənbəllik var elə bir ki, o tənbəllikdən biraz uzaqlaşmaq lazımdır. Düzdür, yorula bilərik, düzdür, bizim işimiz olmaya bilər, amma mən də bir zamanlar sizin yaşınızda olmuşam. Gənclər varsa əgər biriləri, mən heç vaxt iş seçməmişəm. Mənim sahəmə uyğun deyil, mən işləməyəcəm. Çünki sahəmiz, iş sahəmiz nə olursa olsun, İşləyəcəyimiz işlərdən az da olsa staj götürürük, orada insanlar tanıyırıq, orada rollar görürük, orada müxtəlif hadisələrlə qarşı-qarşıya qalırıq və hər birindən də dərs çıxardırıq. Bu da bizim üçün bir təhsil modelidir. Gələcəyimiz üçün, gələcək işimiz üçün bir təhsil modelidir. Bunlara da diqqət eləyirik. Bunları öyrənirik və həyatımızda da tətbiq edirik. Ona görə də Kanada modeli var, mən onu öyrənəcəm deyə bir şey yoxdur. Kanada modelini Azərbaycanda tətbiq edəcəm də bir şey yoxdur. Biz çalışıb modelləri özümüz qurmalıyıq, ölkəmizə uyğun bir şəkildə eləməliyik ki, heç kəs problem yaşamasın. Qlobal müəllimin bacarıqları.
Pedagogtexniki savadlılıq. Yəni burada ay savadlılığıdır. Yəni ay dediyimiz nədir? ChatGPT savadlılığıdır. Müəllim süni intellekti bilməlidir. Dərs resursunu yaratmağı bilməlidir. Bəzisi bilir, bəzisi bilmir. Bu qəbahət deyil. Qəbahət öyrənmək istəməyən də var. Fərdi tədris xəttini tərtib etməsidir. Differensial təlim planlaşdırmaqda istifadə etməyi bacarmalıdır. Differensial dediyimiz daha fərdi, fərqli, özünə uyğunlaşdırılmış və qarşısındakını uyğunlaşdırılmış. Misal üçün, ChatGPT müəllim üçün rəqib deyil, əslində onun köməkçisidir. Amma bunu hər kəs belə görmür. Bu sistemi düzgün istifadə edən var, düzgün istifadə eləməyən var. Dərsləri daha real yadda qalan eləyən var, yadda qalan eləyə bilməyən var. Seçilən var, seçilə bilməyən var. Bir müəllim keçdiyi dərslə, bircə dəfə keçdiyi dərslə illərcə yadda qalır. Bir müəllim 100 dənə dərs keçir, amma bir dəfə belə yadda qalmır. Bax, budur məsələ. Biz hansını seçirik? Hansı olmaq istəyirik? Qlobal müəllim olmaq istəyirikmi? Biologiya dərsində hüceyrəni içərdən göstərmək var, bir də var çöldən göstərmək. Hansı daha yadda qalan olacaq? Riyaziyyatda mürəkkəb fiqurları 3D formatında göstərmək var. Misal üçün ChatGPT-dən dəstək alaraq. Bir də var elə belə dədə-baba üsulu ilə. Dədə-baba üsulu da yaxşıdır, gözəldir, ancaq nə səviyyədə öyrədə bilirsin? Əgər artıq o uşaqların beyninə girmirsə, biz orada hansısa bir yeniliyi mütləq ki etməliyik. Yox, əgər yenilik etməliyiksə, biz elə yerimizdə də sayacağıq. Daha sonra müəllimlər nələrdən istifadə etməyi bilmədilər. Müəyyən proqramlar var. Canva-dır, ondan sonra Zoom-dur, Google Meet-dir. Təbii ki, bugün artıq inkişaf o qədər yüksək səviyyədədir ki, bütün müəllimlər bu proqramları bilirlər. Hətta 50, 60, 70 yaşındakı kalifiyə müəllimlərimiz var ki, onlar da artıq təlimlərə qatılırlar bu proqramlar üzərindən. Amma bəziləri digital materialları yerləşdirə bilirlər, bəziləri eləyə bilmirlər. Buna görə onları asıb kəsmək də olmaz. Qlobal müəllim deməmək də uyğun deyil deyə düşünürəm. Amma yavaş-yavaş yəni hər kəs öz yerini alır. Kalifiyə müəllimlərin yerini gənc müəllimlər alırlar. Gənc müəllimlərimizə də biz məsləhət görürük ki, öz portfoliolarını onlayn şəkildə hazırlasınlar. Hazırlaya bilmədiklərində, üzr istəyirəm, biraz xəstə olmuşam. Hazırlaya bilmədiklərində dəstək alsınlar. Müəllimlər bilməlidir ki, şagirdin işlərini sistemli şəkildə yerləşdirməlidir. İnkişaf xəttini analiz etməyə bacarmalıdır. Valideyn və şagirdlə birlikdə refleksiya oyunları aparmalıdır. Refleksiya oyunları, texnikaları nə deməkdir? Hər zaman aktiv bir şəkildə valideynlə, şagirdlə danışıqlar aparılmalıdır, müəyyən soru-suallar aparılmalıdır. Layihə əsaslı nəticələri gözdən keçirməliyik, ümumiyyətlə layihələri övladlarımıza öyrətməliyik. Bugün məktəbdəki şagirdlər sadəcə imtahana hazırlaşırlar, layihənin hazırlanması qaydasını bilmirlər. Adicə qoyursan qabağına, deyirsən ki, bax, sıralaması budur. 5 dənə addım var, bunları elə, onu belə edə bilmir. Çox təəssüflər olsun ki, bunu öyrətməyə çalışmaq lazımdır. Bəzi dərslərimiz var ki, boşdular, orada keçə bilərik. Ya da ümumiyyətcə bununla bağlı yüzlərcə təlimlər var, yüzlərcə təlim keçənlər var. Onları araşdırmaq lazımdır, dəstək almaq lazımdır. Çünki sadəcə riyaziyyat imtahanına girdim, keçdi də deyə bir şey yoxdur. Oradan onsuz da pis ya da yaxşı keçəcəksən, amma gələcəkdə onu sonra nə cür istifadə edəcəksən, bu layihələrə bağlıdır. Bax, bu layihə sistemini, bəli, mən çox istəyirəm ki, Azərbaycanda istifadə edək. Çünki uşaqlar sadəcə əzbərə qaçırlar, ondan sonra da ortalıq qarışır. Tədqiqatçı müəllim, deyəcəksiniz ki, bəziləriniz, müəllim, sinifdə 40 nəfər var, burada nə cür tədqiqatçı müəllim olmaq olar? Hamımızın sinifimizdə müəyyən dərəcədə çoxlu şagirdlər var. Yenə deyirəm, sistemi qura biliriksə, liderliyi əlimizə alırıqsa və əlimizdə texnologiya varsa, o texnologiyanı istifadə edə biliriksə, o zaman 40 yox, 50 nəfər də olsa biz o dərsi keçəcəyik. Həqiqətən də orada sistemli şəkildə əgər sırayla keçmək olarsa, bəli, bilirəm, bizim planımız var, biz o planı keçməliyik. Amma planı biraz daha çox keçib, biraz həftə sonuna uşaqlarla, şagirdlərlə daha rahat bir sistem, başqa bir sistemi istifadə etmək olar. Bizə
Bu planı keç dediklərində gəlib bizim başımızın üstündə durmurlar ki, bugün keçdin bu dərsi. Bizə sadəcə planı verirlər və çəkilirlər. İl sonunda biz o planı təhvil veririk. Amma o planın təhvil verilməsində bizim başımızın üstündə yox, bu 1-3-5 idi. Sən niyə 1-3-də 1-3-5-in dərsini keçdin, 5-də başqa bir şey keçdin demirlər. Misal üçün deyirəm, yapışmayın ki, müəllimə siz belə dediniz. Yox, misal üçün deyirəm. Şagirdlərdə düzgün ChatGPT-nin ümumiyyətcə ayının tətbiqləri motivasiyası. Düzgün, amma düzgün, pis yolda deyil. İndi Azərbaycanda bu nə dərəcədə mümkündür? Bu da sual işarəti. Bugün şagirdlər müəllimlərdən daha yaxşı bilirlər ChatGPT-nin, süni intellektin istifadəsini, o ayrı bir dərd təbii ki də. Amma düzgün istifadə edirlərmi? O da sual işarəti doğrudur. Bizim üçün əsas məsələ düzgün istifadədir. Bunun üçün də yenə də müəllimlə valideyn tədqiqatçı bir halda, birlik halında işləmək məcburiyyətindədir. Ki, valideynlərimizdən çox gileylənmə var. Mən özüm də gileylənirəm. Yəni, müəllimlərdən çox şey tələb edirlər. Özləri heç bir şey etmək istəmirlər. Əziz valideynlər dinləyirsinizsə, övladlarınız 4-5 saat məktəbdədir, qalan saatlar, günlər sizin yanınızdadır. Yəni, daha yaxşı olar ki, siz müəllimlə bərabər işləyəsiniz ki, iki tərəfli övladınıza həm müəllim, həm də siz dəstək olmuş olasınız. Problemi müəyyənləşdirmək istəyirsinizsə, dərsdə müşahidə aparmaq istəyirsinizsə, kiçik eksperimentlər təşkil etmək istəyirsinizsə, nəticəni təhlil etmək istəyirsinizsə, bir nəticənin olduğunu bilmək istəyirsinizsə, müəllimlə bərabər işləməlisiniz. Bizim qlobal müəllimdən də istədiyimiz eyni zamanda valideynlə bərabər işləməyə çalışmasıdır. Düzdür, çox çətindir. Ancaq bəzi halda müəyyən təlimlərin əldə edilməsi üçün bu mümkündür. Misal üçün, coachluq sistemi var, coachluq təlimi var, düzgün istifadə olunmalıdır. Mən o demirəm, o filfilo, abrakadabra eləyənlərdən yox. Coachluğun öz sisteminin əsası elə təhsilə bağlıdır ki, mən də bunu Azərbaycanda təhsilə düzgün şəkildə inteqrasiya eləyənlərdən birisiyəm. Və əgər müəllimlərimiz bu dəfə coachluq üzərindən gedərlərsə, valideynlərə də dəstək ola bilərlər, şagirdlərə də dəstək ola bilərlər. Qlobal müəllimdən də, mən özüm də qlobal müəlliməm, hər zaman öz iş prinsipimdə empatiyaya, problem tanımlamağa, uşağı analizə, yeni ideyaların yaranmasına, prototiplərin, yəni kiçik modellərin hazırlanmasına, testlərin edilməsinin tərəfdarıyam. Mən danışan deyil, yönləndirənəm. Yönləndirmədə də danışmıram, sual verirəm. Çalışıram ki, sual sayəsində başa düşsün ki, nə demək istəyirəm. Yox, əgər başa düşmürsə, orada mentorluq eləyirəm. Deyirəm ki, yox, məncə belə eləsək daha yaxşı olar. Sən nə düşünürsən? Yenə də sonunu sualla bitirirəm. Qlobal müəllimdən istədiyimiz də məhz budur. Dərsi izah etmək deyil, dərsi birlikdə kəşf etmək. Səncə nəyə görə belədir? Səncə nəyə görə belə? Bizim bir çox müəllimlərimiz, mənim işim gücüm qurtarıbdı, mən buna burada belə deyəcəm. Amma bizim işimiz gücümüz də odur da. 45 dəqiqədə 3 dənə yemək bişiririk, düzdürmü evimizdə? Nə var, ac qalmayaq. Bu uşaqlarda o yeməyə, o təhsilə ehtiyacı olanlardır. Onlar bizim elə bil övladlarımızdır da. O 45 dəqiqədə bizim övladlarımızdılar. Çalışmalıyıq, maksimum qloballaşdıraq və düzgün yönləndirmə verək. Cavabı demirsə, cavab tapması üçün düzgün suallar verək. Qlobal müəllimdən istənilən də budur. Qrup işi, müzakirə, debat, müəllimdən istədiklərimiz də budur. Komanda işi, müəllimlər bir-birinin ayağının altını qazırlar. Bilmirəm niyə. Biri Azərbaycan dili müəllimi, biri riyaziyyat müəllimi. Sənin ona nə işin var? Ancaq yox, gedəcək onun arxasına, bu bunun arxasına. Başa düşmürəm. Bizdə qloballaşma gedir, ancaq hansı yönə gedir bilmirəm. Biri sağa, biri sola deyəsən. Amma bərabər işləməliyik. Azərbaycan dilində problem var. Azərbaycan dili gəlir riyaziyyata. Onlar başlayırlar ki, nə cür edəsək ki, onlar daha yaxşı olar. Çünki riyaziyyat müəllimində həmişə bir üstünlük var da. Deyir ki, məncə sən orada sistemi dəyişdirə bilərsən. Misal üçün, ya da Azərbaycan dili riyaziyyata deyil. Fərq etməz, yapışmayın o sözlərimi. Sadəcə misal gətirməyə çalışıram. Komanda işi yoxdur, komanda ruhu yoxdur. Müəllimlər öz aralarında komanda ilə bir-birlərinə komanda şəklində yanaşmalıdırlar.
yanaşmalarda da müəllimlər öyrədən yox, öyrənmə mühiti quran olmalıdırlar. Bizə həmişə deyiblər ki, müəllimlər öyrədirlər. Əslində kitablar öyrədir. Müəllimlər sadəcə bizi yönləndirməlidir. Bizə o mühiti yaratmalıdırlar ki, biz onu öyrənək. Müəllim bizi həvəsləndirməlidir. Bax, bu həvəsləndirici faktor müəllim olmalıdır ki, biz dərsi oxuyaq. Əslində bizə təhsil müəllim deyil, kitablar verir. Təhsil onsuz da var. Sokratik sual vermə var, layihə əsaslı öyrənmə var, tədqiqat əsaslı öyrənmə var, oyunlaşdırma var. Hər sistemin öz yanaşması var və bu yanaşmalar illərdir bizimlədir. Hər nə qədər biz buna qloballaşma, hər nə qədər biz buna yeni proyektlər, yeni metodologiya desək belə, bunlar əvvəlcədən var. Sadəcə düzgün istifadəsi üçün hər il yeni modellər çıxır. Yeni modellər də eski modellərdən götürülüb dəyişdirilmiş, bizə yenidən sunulmuş, bizə yenidən verilməyə çalışılmış modellərdir. Biz burada çalışmalıyıq ki, öyrəndiklərimizi yeni əldə etdiklərimizlə qarışdırıb ortaya daha xüsusi bir iş çıxardaq. Pardon. Şimdi də müxtəlif mədəniyyətləri tanımaq, dərsdə nəzərə almaq, bunların xüsusi dərslər var, düzdür. İnklüzivliyi biraz qıraq qoyurlar. Düzdür, problemlər yaşanılır. Ancaq yenə də hər halükarda siniflərdə övladlarımıza inklüzivliyin nə olduğunu başa salmaq lazımdır. Müxtəlif mədəniyyətləri başa salmaq lazımdır. Qlobal problemləri, iqlim dəyişikliyi, bərabərlik, texnologiya etikası və s. və ilaxır olmaq üzrə başa salmağa çalışmaq lazımdır. Sadəcə 2 vur 2 bərabər 4 demək yerində deyil. Bu müəllimlə, bu da müəllimlikdir, amma bu köhnə müəllimlikdir. Bizim yeni müəllimliyə ehtiyacımız var. Və qlobal müəllimdən istədiyimiz də budur. Və bu qlobal müəllimin öz üzərində işləməsi üçün əlində yetəri qədər analiz etməli olduğu testlər, analiz etməli olduğu formlar və s. və ilaxır həm verilir, həm deyilir oxu, öyrən, həm istənilir, amma heç birisini təəssüflər olsun ki, Azərbaycanda çox az yerdə görə bilirik. Bir çoxu sinifində elə bir abu-hava yaradır ki, o sinifə girmək istəmirsən, amma bir çoxundan isə o sinifdən çıxmaq istəmirsən. Amma biz çalışmalıyıq ki, qlobal deyiliksə, hər sinifə girdiyimizdə o sinifdən çıxmaq istəməyək. İstər hibrid təhsil olsun, istər flex modelləri olsun, yəni uzaqdan olsun da, pərdələşdirilmiş, çevik zaman, məkana baxmadan, bağımlı olmadan, davamlı rəylərlə fərq eləmir. Amma şagirdlər bu arada da aktiv olsunlar. Üzr istəyirəm. Bəli. Bu qədər. Sualı olanlar buyursunlar. Salam xanım. Mən Fəridə Qəniyeva. Siz dediniz ki, kitab öyrədir. Amma mən o qədər də bununla razı deyirəm. Yəni ki, kitab biliyi əldə etmək üçündür də hər halda. Ancaq müəllimin vəzifəsidir ki, uşağı öyrətsin. Yəni o dərəcədə. Bu bir. İkincisi, siz necə hesab edirsiniz? Mən hesab edirəm ki, bu kurikulum təhsili nə dərəcədə ümumiyyətlə vacibdir bizə. Mənə elə gəlir ki, bunu özünü doğrultmayıb. Hətta bilirəm ki, bir çox dövlətlər bundan imtina ediblər. Çünki həqiqətən bu özünü doğrultmur. Çünki veya siz də vurğuladınız ki, uşaqlarla aktiv dərs keçməyi lazımdır, müzakirələr olmalıdır, nə bilim, debatlar olmalıdır. Axı bu kurikulum sistemində buna imkan olmur, heç cür. Uşaqlar bir robota çevriliblər, yəni ki, ancaq onlardan tələb edirlər, nə deyirlər, onu tələb edirlər. İmkan yoxdur ki, bu uşaq özü nəyisə dərk etməyi bacarsın, təhlil etməyi bacarsın, məntiqlə nəyəsə yanaşsın. İndi xahiş edirəm, indi mənim bu dediklərimə siz necə yanaşırsınız da sualıma biri. Təşəkkür edirəm Fəridə xanım. Deməli, birinci mən orada sadəcə misal gətirdim. O dediyinizə siz yenə dedim ki, sadəcə misal gətirirəm. Ancaq siz yenə desiniz ki, yox, bəs deyirsiniz ki, təhsil sistemi öyrətmir, müəllim öyrədir. Düzdürmü? Əlbəttə, bəli. Ancaq bugün müəllimsiz oturub özü öyrənənlər də var. Düzdür?
O başqa məsələdir. Ancaq məktəbə gedən Müəllim, uşaq, hə. baxın, müəllim, baxın, Fərdə xanım, Yəni mən müəllimin vəzifəsindən yox, söhbət buna gedir. razıyam. Kitab bilik, bəli, bilik mənbəyidir. Amma öyrədən müəllimdir hər halda. Bəli. Evdə təhsil alanlar da var, düzdür? Onlara da müəllim gedir. Bəzilərində imkan olmur, valideynlər özləri gedirlər. Bilirsiniz də, yəqin ki, eşitmisiniz. Əlbəttə. Valideynlər özləri öyrədirlər də, düzdür? Onlar müəllim Hı-hı. deyirlər. Yəni, ümumilikdə bəli, dediyiniz qaydalar dərsliklərdə var, müəllim öyrədəndir. Ancaq mən ümumilikdə, yəni bir misal gətirdim. Mən demədim ki, oraya gedin, nöqsan tutun onu. Bu bir. İkincisi, kurikulum Mən nöqsan tutmuram. Mən yəni sizin fikrinizi, kurikulum sistemidir. öz fikrimi sizə bildirmək istədim. Başa Hı-hı. düşdüm. Mən özüm də müəlliməm və mən qəbul edirəm. Mən dedim də sizə ki, bəs bəli, biz bir düzgün sistemli bir şəkildə yol göstərənik biz. Düzdürmü? Sözümün sonunu da onda bitirdim. Kurikulum sistemi ümumiyyətcə sistem deyil. Bu dəqiqə heç bir ölkədə kurikulum sistemi istifadə Bəs olunmur. bizdə niyə qalıb hələ də? Niyə? Onu Sovet təhsil sistemi, təhsil nazirliyinin sistemi ondan qapısına qat-qat üstün idi. yığacağıq, qapısını yandıracağıq. Ondan sonra o sistem aradan qalxacaq. Hı-hı. Ona qədər də deqradasiya uğrayır Ona da hər qədər halda. deqradasiya nə qədər ki susub oturacağıq, o vaxtda da görürsüz. Ya Ukraynadakı kimi başımızı qaldıracağıq, başımızdan vuracaqlar, düzgün qaldırmayacağıq. Ya da başımızı düzgün qaldıracağıq, Azərbaycan kimi torpaqlarımızı geri alacağıq. Yox, onun buna nə dəxli var ki, başa düşmürəm. Onu bizim təhsil nazirliyimiz hər halda. Təhsil nazirliyinin şikayətlər olunacaq, qapısına dayanılacaq. Nə cür olur? Normal inkişaf etmiş ölkələrdə sizcə nə cür olur bu sistem? Elə bilirsiniz ölkələri buraxırlar, xeyir. Gedirlər, tələb eləyirlər, şikayətlər yazırlar, barikadalar qururlar, dərslərə çıxmırlar, dərs keçmirlər. O zaman baxılır ki, yox, burada deyəsən ciddi problemlər var. Nə bilim olur. Biz milliliyimizi də qorumalıyıq, tariximizi də, dilimizi də, təhsilimizi Amma də. bu milliliyimizi qoruyaq. Niyə Çinə baxaq, xanım, üzr istəyirəm, Çin o boyda dövlətdə, ancaq onlarda özünə məxsus, yəni ki, təhsil sistemi var. Elə Finlandiyanı, bilmirəm siz niyə bəyənmirsiniz, şəxsən mən bəyənirəm orada, xüsusilə aşağı siniflərdə. Birdən-birə uşağı hansı ki oyuncaqla oynayır, bizdə oturdururlar. Yox, mən Finlandiya modelini bəyənməmiş olsam, niyə sizin üçün tətbiq eləyərdim, burada danışmış olardım, Fərdə xanım? Hər halda, yəni ki, birdən-birə oyuncaqla oynayan uşağı bizdə oturdururlar. Az qala inşa yazdırırlar, neynirlər? Yəni, indi də təzə bir söhbət çıxıb ki, 2 yaşından uşaqları 2-3 yaşından vermək lazımdır ki, hazırlıqlı. Biz də keçmişik də o mərhələləri, elə bəyənilməyən Sovet devrində. Hər şeydə yüksək səviyyədə idi. Bəli, biz öz sinifimizə görə, öz yaşımıza görə təbii ki də biz gözəl yaşlar yaşamışıq. Yəni ki, yaşda da böyüyəm. Yəni heç nə belə şükür edirəm ki, mən o zamanları oxumuşam, yaxşı da təhsil almışam. Mən də, bəli. Bəli, amma mən Finlandiya modelini bəyənmirəm deyil. Finlandiya modelini bəyənməsəm təlimdə adını çəkməzdim. Sadəcə Azərbaycana uyğun bir şəkildə hazırlamaq lazımdır, qeyd elədim mən. Finlandiya modeli elə müəllimlər yəni ki, özləri də bir birlik təşkil eləsinlər, neynəsinlər, deməyəm şikayət formasında, amma yəni ki, öz təklifləri ilə çıxış eləsinlər. Bəli, biz müəllimlər olaraq Təhsil Nazirliyi ilə valideynlərlə bərabər bu sistemi qurmalıyıq ölkəmizə uyğun şəkildə. Mənim ürəyim ağrıyır indiki uşaqlara, çünki onlar psixoloji gərginlik keçirdirlər. Onlar məktəbi sevmirlər, fənləri sevmirlər, müəllimləri sevmirlər. O qədər uşaqları təzyiq yəni ki, göstərirlər. Olmaz axı bu dərəcədə. Düzdür. Mən yenə deyirəm, o dediyiniz kurikulum sistemini heç vaxt bəyənməmişəm, bəyənmirəm, ümumiyyətcə heç saymıram da, onunla da yəni mümkün dərəcədə dərsdə keçmirəm. Digər modelləri çox xoşlayıram, amma hər ölkənin öz modeli var. Mən təklif edirəm ki, Azərbaycan üçün öz modelini yaradaq. Və təklifimi də tədrisin içində də, seminarın içində də verdim ki, valideyn də, müəllim də və təhsil şöbələri də üz-üzə gəlməlidir. Bərabər bir seçim olunmalıdır. Bir sorğu edilməlidir. Xanım, hər halda bu hələ uzun prosesdir. Ona görə də mənə elə gəlir, birinci növbədə bu kurikulumdan biz azad olmalıyıq. Eyb yox, qoy olsun köhnə sistemlə, təhsil sistemi ilə.
Sonra da yavaş yavaş bunun üzerinde işlemeyi lazımdır. Yəni, nazirlik də, ayrı-ayrı müəllimlər də hər bir təklifin irəli sürsün. Mən elə gəlir bunun öhdəsindən gəlmirlər. Əsas odur ki, başlanmaq lazımdır bu işi. Əsas odur ki, valideynlər və müəllimlər də bir olsunlar. Çünki Bəli. valideynlər bir çox halda müəllimlərin üstünə düşürlər. Mən də müəlliməm, özüm də görürəm. Ona Ən görə də mən əsası bir çox odur ki, fərqli gələcəyimizin sistemdə sağlam, düşüncəli, sağlam psixoloji, yəni ki, durumda olan gələcəyimizi yetişdirək. Belə, başqa nə deyim? Bəli. Elə ona görə də yenə də qeyd elədim sözlərimi, düzdür, sual verdiniz, amma sualın cavabını onsuz da mən seminarda qeyd eləmişdim ki, valideynlərimizlə müəllimlər də bir ortaq bir yola gəlməyə çalışmalıdırlar. İndiki valideynlər də telefondan mı deyim, bilmirəm nəyə başı qarışıbdırsa, uşağa da diqqət eləmirlər. Əslində bu kurikulumun aradan qaldırmasının ən böyük belə yolcuları, ən böyük dəstəkçiləri valideynlər olmalıdır. Amma biz müəllimlər ortaya düşmüşük. Təhsil Nazirliyi də elə bilir ki, bizim nəysə çıxarımız var. Amma biz valideynlərlə işləməliyik. Yenə qeyd edirəm, az öncə də dedim ki, valideynlərə başa salmalıyıq ki, ay bala bu bizə uyğun deyil, gəlin birləşək. Bayaq dedim ya, üç bucaq məsələsi. Mən ona göz vurmaq istədim ki, biz valideynlərlə başa düşməliyik, valideynlərlə danışmalıyıq ki, valideynlər ayağa qalxsınlar. Valideynlər də müəllimlərin üstünə düşür deyə heç bir sistem dəyişilmir. O ki qaldı Finlandiya modeli olsun, filan da beş məkandır, mən onun təhsil sistemini verirəm. Mən onun eğitim proqramını özüm verirəm təlimçi olaraq. Ancaq yenə də öz ölkəmizə uyğun bir şəkildə. Çünki milli mentalitet məsələsi var. Fərdi xanım, siz yaşınız da məndən böyükdür, bunu bilərsiniz. Və bunun əsasında da az öncə də təklif etdim ki, çalışmalıyıq ki, üçlü, dörtlü bir şəkildə kompleks yanaşma ilə, yəni müəllim, valideyn və təhsil şöbəsi, təhsil nazirliyi öz ölkəmizə uyğun, öz insanımıza uyğun sistem yaşansın. Niyə elə Finlandiya modeli deməli? Deyil, elə Azərbaycan modeli. Əvvəl Sovyet modeli var idi, düzdürmü? İndi biz oturub elə fikirləşməliyik ki, Azərbaycan modelini ortaya qoyaq. Mənim bütün seminarım başdan sona qədər bunun üzərində qurulub. Bilirsiniz, biliklərdə model mənə çatmır. Yəni ki, riyaziyyatsa bu elmdir. Elmdə nə modeli ola bilər? Model kiçik aşağı siniflərdə niyə tutaq ki, əmək dərsini götürüblər aradan, fiskultura nə deyirlər ona fiskulturaya? İdman dərsini. Çünki yəni ki, ancaq yalnız elə mənə çatmır ki, 3-cü sinifdə uşaq dövlət nə olan şeydir, onun strukturunu, bu uşaq hələ düz əməlli bəlkə də belə anlamır çox şeyləri, onu tətbiq edirlər. Yaxşı şeydir, əlbəttə, o vaxtında. Mən onları universitetdə tələbələrə deyirəm, bunlar 3-cü sinifin uşağına, hansı ki, hələ düz əməlli nədir, hərflər bilməlidir indi o vaxtına qədər. Yəni ki, olmaz o dərəcədə incitmək uşağı. Mən elə gəlir, bilmirəm. Düzdür, incitmək olmaz. Və indi bu dəqiqə 2-3 yaşından etibarən bağçalara buraxılır ki, hərflər öyrənsin. 3 yaşında, misal üçün, deyirlər ki, mənim oğlum ona qədər sayır və özlərinə qürur bilirlər. O yaxşı şeydir. O, elə bizim vaxtımızda da. Niyə də yox? Yox, mənə görə yox. Çünki uşağın öz oynama dövrü var. O oynama dövrünü bitirmədən əgər təlimə, başqa bir şeyə başı qarışırsa, burada da sorun, problem yaşanır. Ona görə də, yəni nəyə görə əvvəl 7 yaşında məktəbə gedirdik? Niyə gedirdik 7 yaşında? Çünki ağlımız kəsirdi. Bilirdik ki, nəyi nə cür, artıq beynimizdə nə cür saxlayacağımız texnikanı bilirdik. İndi uşaqlar məntiqli oyunlar var idi, məntiqli oyunlar var idi. Elə ona görə də mən Çin dövlətini bir nümunə kimi göstərdim ki, uşaqlara məktəbə qədər də ya məktəbin aşağı siniflərində, yəni ki, necə oyunlarla, məntiqlə, necəsə sorğu-sualla, nə bilim, müxtəlif əmək fəaliyyəti ilə, belə, yəni ki, nizam-intizamla buna gətirib çıxardırlar. Ciddiliyə gətirib çıxardırlar. Siz deyirsiniz, mən də deyim ki, sizə Çinin uşaqlarla işləmə sistemini götürək, Niderlandın yetişkinlərlə işləmə sistemini götürək, birləşdirək, onun da ətrafına bir
nə bilim, başqa modellərdən qoyaq, Sovetlərdən də çox şey götürək, çünki o Olar, bizim niyə olmaz? təməlimizdir. Hə, ondan sonra bir Azərbaycan modeli ortaya qoyaq. Çünki Olar, Çinin əlbəttə. uşaqlarla bağlı sistemi yaxşıdır, çox üzr istəyirəm. Ancaq yetişkinlərlə bağlı sistemi bu dəqiqə Çində taciz, təcavüz yüksək səviyyədədir. O hara bağlıdır? Nə olsun ki, uşaqlarını yaxşı inkişaf edirlər, elətdirirlər oyunlarla. Nə olsun ki, inkişaf etmişlər, nə olsun ki, 50 il bizdən qabaqdadılar. Ancaq onlar insani resurslardan uzaqdadılar. Ona Mən görə də ondan söhbət eləmir ki, bəzi elə şeylər var deyirsiniz ki, ki, əlbəttə biz milli, yəni ki, dəyərlərimizi nəzərə almalıyıq, milli üslubda tərbiyə də verməliyik. Hər halda lap elə əmək dərsində biz hələ o vaxtı bizə müəllimə oturuş qaydasını öyrədirdi, danışıq qaydasını öyrədirdi qızlara. Yəni davranış qaydalarını öyrədirdi, evdarlığı öyrədirdi. Bu da olsun, niyə olmasın? Bəs elə Zeynalabdin Tağıyev qızlar məktəbi açanda orada bir təkcə Avropa ölkələrindən söhbət gedirdi. Xeyr. Orada bütün ədəb ərkan qaydalarını, ondan sonra hər şey evdarlığı, hər şey öyrədirdilər. Bu idi də milli usul. Ancaq elm də öz yerində əlbəttə, təhsil öz yerində. Fəridə xanım, indi şeyi başa düşməyəm. Biz eyni məsələlərə toxunduqsa, sizin sualınız nə idi? Sadəcə kurikulumla bağlı dediniz. Mən Bəli, kurikulum çox deyirəm. danışdım, üzr istəyirəm, Yox, başa narahat düşdüm. olmayın. Mən eyni düşüncədə, eyni fikirdə olduğumuza da çox sevindim. Mən kurikulumu lənətləyirəm. Bu qədər. Əlbəttə. O ən Yəni böyük bundan bəla odur qurtulmaq bu üçün, dəqiqə. bəli, bundan qurtulmaq üçün müəllimlər valideynlərin üstünə düşməlidir. Çünki müəllimlər azdılar, valideynlər çoxdular. Valideynlərə başa salmağa çalışmalıyıq. Sistem ancaq belə dəyişə bilər. İndi mənə Valideynlər başa salın, valideyn neyləyə bilər? Valideyn yalnız tələb eləyə bilər. Başqa övladını neyləyə bilər? yox, tələb eləmək azdır. Övladını məktəbə buraxmayacaq. 1 yox, 10 yox, 100 yox. Bilirsiniz, məsələni həll Ehtiyat edirlər də hər halda. etməyə türlü cavab tapa bilirik. Biz əgər istəyiriksə, hər zaman cavab tapa bilirik, hər zaman yolunu tapıb çıxarda bilirik. Bir valideyn əgər övladına 200 manatlıq ayaqqabı almaq istəyirsə, onu istədiyi yollarla tapıb yenə o 200 manatlığı alacaq. Çox nahaq yerə. Neysə, Misal gətirdim sadəcə. bəli. Misal gətirdim sadəcə ki, ona görə də valideynlərlə koçluq eləməliyik, valideynlərlə düzgün yönləndirməyə çalışmalıyıq. Bəzi hallarda heç onların xəbəri də olmadan. Yəni suallarla, müəyyən dərəcədə yönləndirmələrlə, indi taktikalar var. Məktəblərdə valideynlər komitəsi var. Niyə onlarla bəs elə məktəb işləmir ki, balam? Sizin narazılığınız varsa, probleminiz varsa, niyə tələb eləmirsiniz? Tək bizdən yox, müəllimlərdən yox. Gedin nazirliyə. Təkliflərinizi, şikayətinizi, niyə də yox, həqiqətən. Mən neysə, mən heç nə demirəm. Mən olsa çox danışıram işdə də. Dərdimiz eynidir. Sadəcə burada danışsaq da heç vaxt bitməyəcək. Bizim əsas məsələ danışmamız həqiqətən də bizim valideynlərlə, lazımi şəxslərlə danışmamız lazımdır. Burada olsa da biz eyni. Hə, düzdür. Hər halda o ünvanına çatmalıdır bu məsələlər. Bəli. İnşallah. Ümid eləyək ki, nə vaxtsa yaxın gələcəkdə düzələr bu problem. Savunuram. Amma təkəm. Kömək ehtiyacım var. Bütün müəllimlərə də həmişə dəvət eləyirəm ki, gəl birləşək. Hələ ki birləşən yox. Çünki hər kəsin başı özünə pul qazanmağa qarışıb. O da var əlbəttə. Sosial problemlər hər yerdə hamı üçün var. Bəli. Neysə, maddi problemlər, hər şey. Hocam, təşəkkür edirəm. Hər halda yanıcı şərh elədiniz. Hocam, onlar Bəli, buyurun. Təbii ki, mən müəllimə deyiləm, amma bir şey valideyn kimi danışmaq istəyirəm, hocam. Düzdür, valideynlər birləşsə yaxşı olar, amma bir məsələ də var ki, indiki nəsil valideynlərin əksəriyyəti artıq o kurikulumdan böyümüş valideynlərdir, uşaqlardır. Ona görə onlara biraz təsir eləmək çətin məsələdir. Çünki onlar artıq o sistemi görüblər. Biz köhnəni görmüşük, istəyirik ki, köhnə olsun yenə. Mənim özüm heç bəyənmirəm bu indiki sistemi. Mənim də yaralı yerimdir ora. Çünki nə qədər güya artıq keçirlər, o qədər də geriləmə gedir. Çünki hədsiz yükləmə var uşaqlarda, boşuna yükləmə var. Valla bizim vaxtımızda
uzağı 1-2 il hazırlaşardıq, məsələn də biraz müəyyən fənlərdən çalışardıq, gedərdik instituta. İndi 5-ci, 6-cı sinifdən başlayırlar bütün, nəinki 5-6, 1-ci sinifdən bütün hazırlıqlar. Və bu uşağa əlavə yükdür. Nə bunu müəllim düşünür, nə bunu valideyn düşünür, yəni hərə siz demiş, hərə öz işinə başı qarışıb, hərə pul qazanmağının işindədir. Bu müəllimə, mən indi hamısına şamil eləmirəm. Yəni burada yəqin ki, müəllimələr də var, inciməsinlər. Yəni var elə müəllimlər, vicdanla işləyən müəllimlər də var. Amma var müəllimlər də ki, onlara da sərf eləyir, qazanc yeridir də. Yəni valideyn uşağı ötürsün hazırlığa. Bu da məsələn ibtidai sinifdə hazırlığın tam əleyhinəyəm mən. Çünki ibtidai sinifdə əgər valideyn uşağından məşğul olmursa, oradan heç bir nəticə gözləyə bilməz. Yəni hər şey müəllimin üzərinə yıkılır. Müəllim də bir deyəcək, 2 deyəcək, sonra nə gedir müəllimdən? Zaten ayın sonunda ödənişini alıb qoyacaq cibinə. Uşaq buradan bura yaz, bunu belə yaz. Всё. Bu bəsdir. Əsas odur tapşırıqlar, gündəlik tapşırıqlar işlənsin. Amma necə işlənmək o valideyni maraqlandırmır. Yəni bu məsələlər çoxluq təşkil elədiyi mən yenə deyirəm, hamıya şamil eləmirəm. Vicdanlı insan hər zaman vicdanlıdır. İstəyir gənc nəsil, istəyir yaşlı nəsil. Amma bu tip sistem çoxluq təşkil elədiyi üçün çox çətindir o fikri dəyişmək. Təşəkkür edirəm gözəl seminar üçün də. Təşəkkür edirəm Cənə xanım. Yenə də gəlirik mənim o dediyim sözdəki birlik olmalıdır. Kompleks iş görməliyik. Amma təəssüflər olsun ki, birimiz sağa gedirik, birimiz də sola. Çox təəssüf. Yəni məktəblərdə mən çox can atıram ki, məktəblərdə tez-tez baxın belə psixoloji söhbətlər, siz dediniz, yəni ki, əgər tək-tək kiməsə eləyə bilmiriksə, ən azından məktəblər də maraqlı olmalıdır ki, yeniyetmə dövrümü deyək, hazırlıq dövrümü, bir uşaqları heç olmasa ayda 2 dəfə bir iclas şəklində təşkil eləmək lazımdır və orada bir psixoloq danışığım olsun, hər hansı bir, yəni uşaqları maarifləndirmək lazımdır. Yəni bu sahə üzrə maarifləndirmək lazımdır ki, siz yalandan qaçıb ora-bura qaçıb çox yüklənməklə deyil, nəticə lazımdır. Sonda nəticə düşür. İldən ilə nəticə düşür. Düzdür. 600-700 bal yığan uşaqlar hamısı kompüter kimi standartlara bir dənə əlavə sual verin, o uşaq qalacaq qabağımızda belə dayanacaq. Dejiyo nə deməkdir? Həyati bilgi yoxdur. Elə ona görə də kurikulumu nətləyir. Elə bir plaket hazırlayacaq. Təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm. Sualları görə bilmirəm. Yəqin ki, sualı yoxdur. Olan da istəyirsə verə bilər sualı. Leyla xanım, mən verə bilərəm sual? Bəli, buyurun. Təlim üçün təşəkkürlər. Mən valideyn olaraq sual vermək istəyirəm. Bir neçə aydır mən özüm də bu təlimlərə qoşuram valideyn olaraq. Yəni bəzi suallarım var. Onlara cavab tapmaqdan ötəri nə yaxşı ki, siz bizə çox şeyləri öyrətirsiniz. Özüm də çox sizin təlimlərdən öyrənirəm. Bu da yəni həm valideyn komitəsiyəm, həm məktəblə çox əlaqəm var. 7-ci sinifdə oxuyan qızım var. Bu valideyn demək bizim qruplarımız var da, məsəl üçün müəllimlərin şikayətləri. O qədər şikayətlər olur ki, ondan ötəri gedirəm məktəbə, mənim əməkdaşlıq da belə təklif eləyirəm də, valideyn, siz bayaq dediniz, məsəl üçün valideynlərdən gözləntiniz var. Sizin nə gözləntiniz var da? Bizdə məsəl üçün deyirlər ki, uşaqlara üstündə durmursunuz, uşaqlar dərs oxumayıb gəlirlər. Siz valideyn, siz hara baxırsınız, niyə uşaqlara baxmırsınız ki, dərs oxuyub, oxumayıb. Mən deyirəm ki, ay müəllim, mən evdə öyrədirəm də, elə valideynlər var, evdə öyrədə bilmirlər. Siz dərsi sevdirin, dalısını, qalan işləri valideyn eləyəcək də. Çünki valideyn evdə dərs öyrədirsə uşağa, məktəbə niyə göndərək? O məktəbdə öyrənməlidir. Evdə də elə bir ki, demək, valideyn nəzarət eləməlidir. Sizin valideynlərlə gözləntiləriniz nədir Leyla xanım? Mən o maraqlı gəldi. Başqa suallarım da olacaq, əgər imkan olsa. Bizim valideynlərdən psixoloji olaraq sağlam şagird göndərmələrdir istəyim. Yəni uşağın qolunu, qıçını sındırıb məktəb, düz mənada deyil, fiziksel mənada deyil, zihinsel mənada qolunu, qıçını sındırıb göndərmələrini istəmirəm mən. Yəni psixoloji olaraq məktəbə getmədim, müəllimin dediyini eləməsən səni belə-belə eləyəcəm misal var. O uşaq üçün bir ölümdür. Onu eşidən uşaqdan biz artıq heç bir şey gözləyə bilmirik. Getdi. Psixologiya bilirsiniz necədir? Çökür.
Müəllimin öz işi var, valideynin öz işi var. Düz vurğuladınız ki, bəzi valideynlər onu edə bilmirlər. Orada da müəllimin yanına gəlib, mən valideyni tanıyıram ki, gəlib bəzən mənə deyir ki, müəllimə, mən bir dənə bunu uşaq görmədən başlasam, mən onun evdə üstünə düşüm, canını alım da. Mənə badalaq gəlməsin, mən ona başa sal. Mən bunu bilmirəm, sən mənə başa sal. Elnur xanım, eşidirsiniz? Eşidirəm, buyur. Valideyndə var ki, siz demiş ki, mən bilmirəm ki, mən hardan bilim. İndi siz hansı valideyn olmaq istəyirsiniz? Bilməsəniz belə öyrənməyə hazır olub, dəstək olmağa çalışan, yoxsa elə başınızdan atan? İndi siz müəllim olaraq özünüzü qoyun bizim yerimizə və istədiyinizi seçin, xahiş edirəm. Mən istəyirəm ki, müəllim dərsi sevdirsin, uşaq sevsin dərsi, nifrət eləməsin. Nə bayaq da Fərdə xanım dedi, müəllimlərə belə nifrət eləyir. O qədər bu valideyndən asılıdır, yoxsa müəllimdən asılıdır indi? Yəni dərsi uşaq sevinməməsi. Kompleks işləmə. 45 nəfər var, bir dənə müəllim var. Kompleks işləmə. Biz egolarımızı müəllim olaraq da, valideyn olaraq da bir qırağa qoymalıyıq. Kompleks işləməliyik. Əgər mən bilmirəmsə, mən də bunu öyrənməyə açıq olmalıyam. Mən də gəlib müəllimdən bəzi şeyləri soruşmalıyam. Deməməliyəm ki, sən müəllim deyilsən, öyrət də sənin işindir bu. Amma mən də soruşmalıyam. Mən eləyirəm. Bəlkə burada nəcürsə olar. Yetişə bilmirəmsə, yenə ən azından birindən dəstək ala bilərəm. Siz bir işi görmək istəyəndə, bayaq 200 manatlıq ayaqqabı üzərindən getdim. Yenə təkrar edirəm, başqa bir misal da ağlıma gəlsin deyərəm. Nə yaxşı, dırnaq düzəltdirməyə 200 manat pulu həmişə tapan valideynlərimiz övladına o dırnağa işlətdiyi 3 saat otururlar, 200 manat verirlər. Nə yaxşı ona 3 saat oturmağa vaxt tapır, müəllimin yanına gəlib 5 dəqiqə bir misalın cavabını sormağa vaxt tapmır. Mən heç kəsi qınamıram. Faktları qoyuram qarşınıza. Seçim sizin özünüzdədir. Mən də valideynəm, həm valideyn olaraq danışıram, həm də müəllim olaraq danışıram. Hər iki tərəfdən problem yaşayıram. Amma mən bilmədiyim sistemi 3 saatlıq dırnağımı uzatmağa vaxt itirmirəm. Ya da ola bilər ki, həqiqətən də işi gücü var, övladı ilə maraqlana bilmir. O ayrı bir məsələ, onu başa düşmək olar. Ki, mən sizi əmin eləyirəm ki, heç bir vaxtı olmayan o işdən gücdən gecə saat 10-da belə gəlsə, övladı ilə o insanlar daha çox məşğul olurlar ki, evdə boş vaxtını dırnağa 3 saata xərcləyənlərdən başqa. Başa düşürsünüz? Çünki mən elə valideynlər də var, düzdür. Bəziləri deyil. Sistem çoxalıbdır. Bugün Instagramda 4 saatını xərcləyirlər, yarım saat. Hər yarım saat. Deyir, mən birdən-birə 4 saat xərcləməmişəm ki. Amma sən onu günlük 4 saat xərcləmişsən Instagrama. Hə, yaxşı. Sən ev qadını deyilsən və sənin Instagramda nə işin var? Sənin övladının məktəbdən gəlir, sənə dəstək ehtiyacı var. Düzdür? Sən Instagrama boş şeyə baxdığına, bu qədər YouTube'da təlimlər var. Aç ona da bir bax da. İndi gəlin müəllim... Gəlin qınayaq müəllimə. Mən uşaqdan ötürü belə qoşulmuşam bu təlimlərə ki, mən oradan neysə öyrənim ki, mən nəyi düz eləmirəm, neysə eləyim. Çünki düzdür, valideyndən də asılıdır. Mən elə bilirəm ki, elə bir çox hissəsi müəllimdən asılıdır. Mən elə birinci ailədə başlayır. Birinci ailədə. Və bugün uşaqlarla problem yaşayırıq onların ailələrinə görə. Və ona görə də ailələrlə, mən bayaq xanım da danışdı, dedi ki, mənim stajım da çoxdur, mənim də stajım çoxdur. Ailələrlə yola getməyə çalışmalıyıq. Kompleks yanaşmalıyıq. Kompleks ki, övladımıza dəstək olaq. Və burada da yenə də bax, Elnarə xanım, sizə bir məsləhət deyil, bir mentorluq eləyim burada. Bir dənə o valideyn var ki, sizin qarşınıza keçib, müəllim belə elədi deyirlər. Bir dənə onlardan coachluq sualları üzərindən, misal üçün deyirəm də, araşdırırsınız, öyrənirsiniz, təlimlərə qatılırsınız. Suallarla öyrənin, görün, o boş vaxtını hara sərf eləyir. Deyəcəksiniz ki, valideyn özünə xərcləməlidir. Xərcləməlidir. Şagird, oğlu, övladı, qızı məktəbdədirsə, ana dincəlməlidir.
Ancaq harda yazılıbdı ki, övladımızı buraxırıq. O Instagramda o görülənlər var, Dubaya gedir, uşağını buraxır, çıxır gedir. Biz onlardan, o bəxtəvərlərdən deyilik heç birimiz. O sistem onsuz da işləmir, ha, biləsiniz siz. Biz övlad dünyaya gətirirsə, onun arxasınca ömür billah getməliyik. Gedirikmi? Valideynlərə sual verin. Görəcəksiniz ki, hamısı boşdular. Müəllimin üstünə düşməni Leyla xanım, Bəli. sizin dediyiniz kimi soruşmuşam da, yəni ki, mən dedim valideyn komitəsi yəni deyə belə sorğu-sual çox olur. Siz deyəndə kimi bir-birimizin arasında iclas olandan sonra başlayırıq yenə özümüzdə müzakirə eləməyə. Orada deyirlər ki, biz kurikulum bilmirik. Biz valideyn olaraq da bayaq demək istədiyim ki, kurikulumun üsulunu çoxsu istəmir valideynlərin. Heç kəs istəmir demək olar ki. Onu da insana biz başa sala bilmirik deyə. Heç olmasa diyor əvvəlki üsullardan olsaydı, indi Sovet devrinin çoxsu valideynlər axı biraz əvvəlki o üsuldan olsaydı biz onu başa sala bilərdik. Bu üsulu biz başa sala bilmirik ki uşağımıza ki, nə örgüdən kimsə deyirlər ki, belə olmaz. Müəllim bizə başqa cür deyibdi. Ay Allah, indi biz nətər örgüdən bu uşağı? Hərə bücür bir necə deyim də bəhanəsi var da bunların. Kurikulumu düz deyil. Duranlar var. Nədir? Amma kurikulumdan çıxmağın da bir yolunu mən sizə məsləhət gördüm. Valideynlər ayağa qalxmalıdırlar. O TikTok'dan başlarını bayaq yazıblar, qaldırsınlar, qalxsınlar ayağa ki, biz övladlarımızla əziyyət çəkirik, onlara öyrədə bilmirik. Müəllimin vaxtı, gücü sadəcə 2 saata yetir. Biz qalanlarımız evdəyik, bunu psixoloqlar da deyirlər. O qədər pul verib televizora çıxıb danışanlar var. Ya da ki, seminarlar keçir, düzdürmü? Bəs valideynlər bundan da götürsünlər ki, bu sistemin səhv olduğunu deyirlər də, bütün müəllimlər də deyirlər. Nə oldu bu müəllimlər səhv deyir, nazir düz deyir. Bu müəllim tətbiq eləyir, axı, bu daha yaxşı bilir də. Valideynlər müəllimlərin tərəfini tutmurlar. Bax, bu da bir də bizim problemimiz. Valideyn, müəllim, şagird üçbucağı bizdə bu dəqiqə yoxdur. Axtarırıq, adda var, yazılı bir yerdə var, amma real həyatda yoxdur. Ona görə də valideyn, bax, müəllimin ayağa qalxması, müəllim azdır ölkədə. Amma valideynlər ayağa qalxsalar, uşaqlarını 100-ü, 200-ü, 300-ü mini məktəbə yollamasa hər məktəbdən, o zaman sistem də deyəcək ki, burada bir səhvlik var. Uşaqlarımızı itiririk biz. Aha, inkişafdan qalırıq. Bayaq dediniz Leyla xanım, deyirik valideynlərə, müəllimlərlə sualı verirəm ki, müəllimə nə eləyə bilərik də, biz nə kömək elədik, biz nə eləyə bilərik? Bizdə tələbkar odur ki, biz gəlib bu dərsi keçməliyik, dövlət bu qayda qanunu qoyubdur, yəni biz başqa şey eləyə bilmirik. Bizim köməyimiz varsa nə eləyə bilərik? Siz indi üsul dediniz, yenə bizim iclasımız var bu həftədə, uşaqlarda biraz şuluqçuluq mu deyək, biraz sinifdə oturub dərs dinləyə bilməyən qabiliyyəti olan uşaqlar var. Heç ki, biraz 7-ci sinif olduğu üçün mü bilmirəm, aktivləşiblər belə uşaqlar çox dərsi pozurlar. Ondan ötəri müəllimə bizi tezdən valideynlərlə yığacaq. Onda sizin dediyiniz bu məsələni orada danışmağa çalışacağam mən də. Görüm nə fikirdə olacaqlar valideynlər. Məncə də hamısı razı olacaq ona. Bəli. Görək də nə bilim Allah. Tək sizin bütün məktəblərə deyirəm, bütün valideynlərə deyirəm. Bax, deyirsiniz ki, eləyə bilmirik də, düzdürmü? Siz də buradan belə başınızdan atırsınız. Tutalım elə həqiqətən də eləyə bilmirsiniz. Durun qapıda. Gedin də bir şey eləyin də, gedin də qalxın ayağa o zaman sözünüzü deyin də. Niyə hər kəs hər şeyi müəllimdən gözləyirik? Biz 1 saat sən uşağı görürük, sən 23 saat uşağından bərabərsən. Sən görmürsən bu uşaq eləyə bilmir. Niyə şikayət eləmirsən? Gedir, amma müəllim tutur. Niyə tutursan müəllim? Tələb eləmək istəyirsən, get şikayəti elə də. Mənim istəyim valideynlərdən də, əzizlərim. Sıxılırsınız, uşaqlarınızı öyrədə bilmirsiniz, müəllimdən tələb eləyirsiniz, yaxşı. O zaman gedin müəllimin sistemini dəyişdirin, çıxın tribunaya, deyin ki, ay rəis, ay Emin müəllim, ay bilmirəm kimsən sən. Mənim uşağım öyrənə bilmir. Müəllim neynəsin? Bütün gün mənəm onun əlində. Müəllim öyrədə bilmir. Mənim uşağım götürmür. Bunların hamısı psixoloji problemlidir. Və sonra da gedin imza toplayın, verin. Yəni, həqiqətən də yenə deyirəm, 3 saat dırnaqda oturmağı bilən valideyn Emin Əmrullayeva da gedib 100 dənə imzanı toplayıb yollayacaq. Sadəcə istəmək lazımdır. Xanım, nə dəyişiləcək? Üzr istəyirəm. Heç bir şey dəyişilməyəcək. Çünki bu əlimizdən gələni eləməliyik. Xanım, bu daha qlobal məsələdir. Nə sizdən, nə valideyindən asılı olmayan bir şeydir. Məqsəd yönlü, yəni ki, mən bunu çox uzatmaq istəmirəm, yeri də deyil, amma bunun kökü tam başqadır. Üzr istəyirəm. Tam başqa deyil. Fərdə xanım, yenə deyirəm,
çözüm axtarırıqsa hər yolu istifadə etməliyik. Lap elə qlobaldır, lap elə nə bilim bizlik deyilsə də. Niyə pessimist Əlbəttə, yanaşmaq? məqsədyönlü bir çox dövlətlərə bunu tətbiq ediblər, özdə maliyyələşdiriblər və müəyyən müddət qoyublar. Ta bizi çökdürənə qədər. Sonra ayılacaq. Ancaq bilmirəm hansı formada, necə olacaq o. Görək də Allah bir tezliklə bizi bəladan qurtarsın. Çalışmalıyıq da, biz də çalışmalıyıq. Oturub biri var, Evet, oturub gözləyib ayılmaq. Bir də var bir şeylər eləyib ayılmaq. Ona görə də üzr istəyirəm. Evladını istəyən adam, gələcəyini yaxşı görmək istəyən adam müəyyən qədər çalışmalıdır və müəllimlər də müəyyən qədər vicdanla işləməlidir. Üzr istəyirəm, yaxşı mənada deyirəm. Yəni ki, hər şey ki, sabah bizi uçuruma getməyək. Yəni ki, gələcəyimizi həqiqətən necəsə qoruyaq və irəliyə apara bilək. Hər halda budur. Yəni, ən başda yenə də seminarımızda dediyimiz kimi təşəkkür edirəm, uğurlar arzu edirəm. Məncə başqa sualı olan yoxdursa, gecəniz xeyrə qalsın. Təşəkkür edirəm, uğurlarınız Gecəniz bol xeyrə olsun. versin. Az da olsa Biz də suallarınıza təşəkkür cavab edirik. verə bildimsə, nə xoş mənə. Çox sağ olun. Minnətdarıq. Təşəkkür Uğurlar. edirəm. Leyla Sağ xanım, olun. təklifimizi qəbul edərək gəldiyiniz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm. Sizə də gələcək iş həyatınızda uğurlar arzu edirəm. Çox sağ olun.